Hər vaxtınız xeyirli olsun. Bugün sizinlə mən Aysin Mirzəyevadır. Media savadlılığı həftəsi çərçivəsində hazırladığımız podkastda hər birinizi salamlayırıq. Texnologiyanın sürətli inkişaf etdiyi bir mühitdə media savadlılığının rolu, dezinformasiyaya qarşı mübarizə və süni intellektin apardığı çağırışlar haqqında müzakirəni qonağımız Texnika Elmlər doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev ilə aparacağıq. Xoş gəlmisiniz Rasim bəy. Təşəkkür edirəm dəvətinizə görə. İlk olaraq sizə sualımız budur ki, sizcə rəqəmsal mühitdə media savadlılığının rolu niyə vacibdir? Hal-hazırda rəqəmsal mühit nə deməkdir? Bu internet deməkdir, bu müxtəlif kompüter qurğuları, sistemləri deməkdir, mobil telefonlar deməkdir. Hələ bu get-gedə artır, indi süni intellekt üstə gəl o rəqəmsal mühitə yeni bir çalarlar gətirir, yeni imkanlar gətirir, yeni təhlükələr gətirir. Belə bir mühitdə həmin o missiyanı həyata keçirən insanların qarşısında çox ciddi vəzifələr, tələblər qoyur. Həm təhsil nöqteyi nəzərindən, həm də ki, ümumiyyətlə cəmiyyətin özündə bütün insanlardan müəyyən bir vərdişlərin, müəyyən bir biliklərin olmasını zəruri eləyir. Yəni o rəqəmsal sözü həmin o vətəndaşların rəqəmsal bacarıqlarının olmasını tələb eləyir. Jurnalist o fəaliyyəti həyata keçirirsə, jurnalistdən həmin o rəqəmsal dünyada həm informasiyanı axtarmaq, həm informasiyanın həqiqiliyini yoxlamaq, dil bilgisi, rəqəmsal texnologiyaların müxtəlif deyək ki, müəyyən tələbləri var ki, onları bilmək tələb olunur. Ona görə də bu rəqəmsal, yəni ki, dünyanın özü sürətlə inkişaf edir, çünki texnologiyalar inkişaf edir. Hər il təzə yeni texnologiyalar ortaya çıxır. Ona görə də bax bu rəqəmsal savadlılıq, yəni media savadlılığının özünün kökündə hal-hazır ki, nöqteyi nəzərdən baxanda demək media rəqəmsal savadlılığı tələb eləyir. Digər tərəfdən də informasiya ilə davranmaq, informasiyanın özünün mahiyyətini anlamaq bir qədər o savada bağlıdır. Yəni ki, insan özü savadlı olursa, o informasiya dünyasında daha da düzgün qərar verə bilir, pisi yaxşıdan seçə bilir, daha ağıllı, daha yaxşı biliklər əldə edə bilir. Bunun da deyirlər informasiya savadlılığı və ümumən də cəmiyyətin özündə insanların ətraf mühitlə, cəmiyyətlə, təbiətlə, bir-biri ilə münasibətlərində o informasiya mədəniyyətinin formalaşmasını zəruri eləyir. Bu o deməkdir ki, insanların özünün ümumi mədəniyyəti kontekstində, yəni insanın özü dediyim o münasibətlərin qurulmasında müxtəlif mədəni normaları özündə daşıyır və bu informasiya mədəniyyəti də, informasiyanı qəbul etməkdə, yadda saxlamaqda, onun istifadəsinin yerini bilməkdə, kontekstini bilməkdə, ziyanlı məlumatlara qarşı mübarizə aparmaqda və s. və s. Yəni bütün bunlar hamısı o media savadlılığının sizin dediyiniz sualın kontekstində rəqəmsal savadlığı zəruri eləyir, informasiya mədəniyyətinin formalaşmasını zəruri eləyir. Bunun da necə formalaşması və s. o artıq bir qədər təhsilə, bir qədər cəmiyyətin özünə və həmin şəxsin özünün keyfiyyətinə bağlı olan xüsusiyyətlərdir. Bəs texnoloji inkişaf bizim media vərdişlərimizə necə təsir göstərir və informasiya mühitini necə dəyişir? Burada bilirsiniz necədir? Bu rəqəmsal mühit deyəndə bu artıq virtual mühitdən söhbət gedir. Bunun artıq sərhədləri yoxdur. Əvvəllər belə idi ki, həmin o informasiya mühiti və yaxud ona milli informasiya məkanı deyirdilər ki, o müəyyən bir ölkə çərçivəsində, müəyyən bir dövlətin qanunlarına əsaslanırdı. Bir konstitusiyon mühitdə demək formalaşırdı, istifadə olunurdu. Amma indiki virtual məkanın sərhədləri yoxdur. Yəni bu internet hər yeri, hər ölkəni, hər kəsi, bütün hər şeyi əhatə etdiyi üçün burada demək çoxlu hüquqi sistemlər ortaya çıxır. Yəni bu ölkənin hüququ ilə başqa ölkənin hüququ başqadır, fərqlidir. Din fərqi var, psixoloji fərq var, antropoloji fərq var, etnoqrafik fərq var. Yəni fərqlər çoxdur. Yəni bu virtual məkanın özü, o rəqəmsal efir deyirik, rəqəmsal məkan deyirik, o qədər mürəkkəbləşir ki, belə bir mürəkkəb şəraitdə dediyim kimi dil fərqli, din fərqli, psixologiya fərqli, nə bilim mən başqa fərqliliklər belə bir şəraitdə əlbəttə ki, o informasiya məkanının xüsusiyyətləri çox mürəkkəb olur və media ilə bağlı demək o missiyada bir qədər çətinləşir. Mən deyirəm, lap çətinləşir. Ona görə də həmin o mühitdə o media işinin həyata keçirilməsi, biri var ölkə daxilində media missiya həyata keçirilirsə, biri var qlobal səviyyədə, onsuz da virtual məkanın sərhədi olmadığı üçün ölkə səviyyəsində olan istənilən kontent də, istənilən hansısa bir resursla dünyanın istənilən nöqtəsinə əl çatan olur.
Yəni demək istəyirəm ki, bax müasir şəraitdə media savadlılığı, medianın missiyası, o işi görənlər, jurnalistlər, eyni zamanda onun o medianın istifadəçiləri, vətəndaşları, yəni onu informasiyanı istehlak edənlər də bilmirsən ki, bu düzdür, səhvdir, yaxşıdır, pisdir, nə bilim mən və s. və s. Yəni demək istəyirəm ki, medianın hal-hazırda missiyası çox çətinləşibdir. Dezinformasiyanın yayılmasında süni intellekt texnologiyalarının rolu nə qədərdir? Bəs bunların qarşısını alınmaq üçün hansı mühüm işlər görülüb? Bilirsiniz, o dezinformasiyanın özü nə deməkdir? Dezinformasiyanın özü həqiqətin tərif olunması deməkdir. Və yaxud da ki, heç həqiqətə uyğun olmayan hansısa bir məlumatın yayılması deməkdir. Yəni həqiqəti qoyulan bir tərəfə hansısa bir məlumatı, hansısa bir özü üçün qəbul etdiyi bir məlumatı götürür, müəyyən bir mühitdə yayır. Dezinformasiyanın özünün kökü, mənbəyi nədən ibarətdir? Rəqabətdir, bir-birinə nifrətdir, bir-birinə qarşı mənfi münasibətdir. Hal-hazırda dezinformasiya çox təhlükəlidir. Onun üçün də hər ölkənin özünün bununla bağlı siyasəti vardır. Yəni dezinformasiya mübarizə aparmaq üçün birincisi onun qanunvericilik bazası, yəni normativ hüquq bazası möhkəmlənməlidir. Ölkədə bununla bağlı, əgər söhbət Azərbaycandan gedirsə, ölkədə bununla bağlı çox ciddi qanunlar qəbul edilibdir. Ölkənin özünün milli maraqlarına xidmət edən, belə deyək ki, o dezinformasiyalarla mübarizə aparmaq, informasiya təhlükəsinin təmin olunması istiqamətində dövlətin konkret siyasəti vardır və bununla da bağlı ayrı-ayrı dövlət qurumları öz işlərini uğurla həyata keçirirlər. Görürsünüz ki, ölkəmizdə dezinformasiyalara bağlı elə bir ciddi narahatlıq yoxdur. Bəs süni intellekt tərəfindən hazırlanan mətin, video və görüntünü ayırd etmək üçün vətəndaşlar hansı bacarıqlara malik olmalıdırlar? Bunun üçün birincisi ondan şübhələnməkdir. Əgər sən şübhələnirsən ki, bu məlumatın özü səndə elə bir ki, bir tənqidi bir münasibət yaranmalıdır ki, bu məlumatı elə gördüm, götürüm elə həmin dəqiqə istifadə edeyim. İstər dava dərman olsun, istər hansısa bir məsləhət olsun, götürüm onu tətbiq. Sən onu götürürsən, həmin o məlumatı bir internetdə bir başqa şəkildə axtarış edirsən, görürsən ki, buna olan münasibət necədir? Lap ChatGPT-nin özünə soruşursan ki, bunu istifadə etmək olar olmaz. Biliklərin mənbəyi biri budur. İnternetdə sorğu verirsən, ora, bura və s. toplayırsan, görürsən ki, yox, ziddiyyətli məqamlar var. Biri deyir, bu dərmanı içdi, mənə pis təsir elədi, biri dedi, belə elədi. Yəni, o ictimai rəyi bir növ elə bir ki, bir belə nəsə onu bir öyrənməyə cəhd etmək lazımdır ki, yaxşı, bunu kimsə belə deyir, bunu mən götürüm, bu şəkildə istifadə etmək. Yəni, demək istəyirəm ki, vətəndaşların özündə o informasiyaya bir mütləq həqiqət kimi baxmamaq belə bir mədəniyyəti formalaşmalıdır ki, hər şey inanmaq olmaz. Yəni, onun özünü, məsəl üçün, görürsən, ideya yaxşıdır, fikir yaxşıdır, amma nə dərəcədə praktikada özünü göstərir, nə dərəcədə bundan istifadə etmək olar, nə dərəcədə bunu götürüb uşağa vermək olar, özün istifadə edə bilərsən və s. Onun üçün internetdə də biraz araşdırırsan, görürsən ki, yox, buna baxışlar müxtəlifdir. Son olaraq belə bir sual vermək istərdim ki, elm və təhsil sistemində media savadlığının güclənməsi hansı strateji rollar oynaya bilər? Bu kompüterin işləməyə bacarmalıdır, bu internet işləməyə bacarmalıdır, sosial şəbəkədə olmalıdır, internetin verdiyi imkanlardan yaxşı istifadə etməlidir, dili yaxşı bilməlidir. Çünki internet artıq çox dilli bir mühitdir, xüsusən də ingilis dilini yaxşı bilməlidir. Ona görə də hal-hazırda indi bildiyim qədər ölkənin ali təhsil sistemində media mütəxəssislərinə, orada fəaliyyət göstərən müəllimlərin fəaliyyətinə, kafedralara, dekanlıqlara xüsusi onların qarşısında vəzifələr qoyulub və onlar özləri də böyük həvəslə bu işə qoşulublar. Mən bilirəm ki, artıq bu demək rəqəmsal jurnalistika, nə bilim mən süni intellektə əsaslanan jurnalistika və s. yəni jurnalistika üzrə kadr hazırlayan o kafedralarda ayrı-ayrı demək tədris qurumları da bu istiqamətdə düşünürlər və çalışırlar ki, müasir dövrün çağırışlarına cavab verə biləcək media mütəxəssisləri hazırlasınlar. Yəni bu tək formal təhsilin, yəni bu tək universitetlərin missiyası deyil, bu cəmiyyətdə gedən bütün proseslərdir və eyni zamanda media savadlığı tək jurnalistlərin işi deyil. Eyni zamanda ümumiyyətlə ölkədə təhsil sistemində indi yeri gəlmişkən bunu da mən
qeyd etməyi özümə borc bilirəm ki, bütün bu süni intellekt çağırışları kontekstində Azərbaycan ümumiyyətlə ali təhsil sistemində bu rəqəmsal transformasiyaların təsiri ilə bütün ixtisaslar amma yenidən demək təşkil olunur, yenidən qurulur. Bəzi hallarda köhnələrin üstünə xətt də çəkilir. Onu da mən görürəm, müşahidə edirəm. Çünki əmək bazarı, cəmiyyət ona demək sifarişi olmadığı üçün bəzi ixtisasları deyirsən ki, bu artıq keçmişdə qaldı. Çünki əmək bazarında süni intellektin o təsiri ilə bu ixtisaslar, bu peşələr olan deyil. Ona görə də bütün bu proseslərin özünün əsas lokomotivi insandır. İnsan gərək ağıllı olsun, savadlı olsun, rəqəmsal biliklərə malik olsun ki, sizin dediyiniz o proseslərdə yaxından iştirak etsin. Ona görə də bizim Azərbaycan dövlətinin bu dəqiqə ən böyük hədəfi vətəndaşlar rəqəmsal təfəkkürün formalaşdırılmasıdır. O biliyi, o bacarığı həm ailə səviyyəsində, həm məktəb səviyyəsində, adi cəmiyyətdə, iş yoldaşları, sosial şəbəkələr, bütün münasibətlər artıq 21-ci əsrin fəlsəfəsi bundan ibarətdir. Dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Bugünkü podkastımızın mövzusu bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Görüşənədək.